Bu qısa videoya baxın qeyd. Burada bir vaje var. Önemli respekt. Bu WUPA'da ya FIFA tərəfindən bir kampeynlə yola salıblar. Respekt, ehtiram. Ehtiram. Ehtiram nə mənim üçün? Ehtiram insaniyyət üçün, ehtiram şərafət üçün, ehtiram futbol üçün, ehtiram vərziş üçün. Baxın, mən bu əxir həvaşici tiyatro sazı timinin mordində qabağa gəlib, camiənin fəzasını, bir tənişli fəzanı nəzərdə alaraq heç də qeyri-təbii görmürəm. Amma ta o zamanızdan ki, bu respekt, bu ehtiram, bu sayğı bizim vərzişgahlarımızda, bizim oyuncuların köynəklərinin üstündə yazılmayınca, təbliğ olunmayınca və bunun üstündə sərmayə qoymayınca bu cəv, bu vərzişgahlarda kəmalkan idaməsi olacaq və belə bir haşiyələr, bu cür bir xoşa gəlməz bir vəqaya biz həmişə şahid olacaq. Əzzunuzi əziz. Tamam ehtiram o ədəb-i xidmətinizə var. İstəyən bir nüştərz eləyəm, qardaş var. Siz bu ünvanı əvvəlindən gəlin bu respekt kəlməsin, bu ehtiram kəlməsin, bu sayğı kəlməsin. Gətirin burada bizim libasların üstündə, bizim vərzişgahda və ünvanı bir dənə bir hərəkət eləyə bilər, çox haşiyələrin qabağını alsın, bunun üstündə sərmayə quzarlıq eləyək. Və illa ağlamaqla, qəhər basmaqla, ya biz elə bir iltimas halətinə keçən bir söhbətlərlə filanlarla heç quna ittifaqı bu camiədə düşməyəcək. Mən sizdən xahiş edirəm, bu etiketi bizim vərzişgahlarımız, bizim vərzişgahımızda, yadigarda, ərz eləyim, libasların üstündə, həva peymayızda, kullu səthi şəhridə bunu təbliğ eləyin, ta olsun bir dənə bir fərhəngsazlıq və bir dənə bir zəmini olsun ki, biz eləyə bilək buradan yaxçı yola çıxa bilək.